Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova sizlərə Tədris Mərkəzimiz tərəfindən 3-cü sinif şagirdləri üçün 9 mart tarixində keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarının izahını verəcəyəm. Başlayaq sualların izahına. İlk 20 sual Azərbaycan dili suallarının izahı olacaq, növbəti 20 sual isə riyaziyyat suallarının izahı olmuş olacaq. Sual 1. Hansı variantda ancaq saitlər verilib? A variantında məsələn P, C bunlar samitdir. C variantında Y, P samitdir. Qaldı B variantı. E, I, O, Ə, U saitlərdir. B variantı. Sual 2. Hansı rayon adı mürəkkəb sözdür? Ağsu, Zəngilan, Qubadlı. Ağsu, ağ və su sözlərinin birləşməsindən yaranmışdır. Sual 3. Hansı variantda əks mənalı sözlər verilib? Şəhər, rayon, böyük, nəhəng, kiçik, böyük əks mənalı sözlərdir, antonimlərdir. C variantı. Sonra sual 4. Hansı söz 4 hecalıdır? Lən, kə, ran 3 hecalıdır. Məl, tə, bə 3 hecalıdır. Kitab, xana 4 hecalıdır. Həmçinin 4 dənə sait var. Sözdə neçə saiti varsa sözdə o qədər heca olmuş olur. Kitabxana sözünə 4 sait var, 4 hecalıdır. B variantı. Sual 5. D3.ə nöqtələrin yerinə aşağıdakı samitlərdən hansı yazılsa düzgün söz alınmaz. Dəvə, dələ, dəxə. Dəxə olmur axı. C variantı. Sual 6. Hansı sözdə hecalardan biri yalnız bir səsdən ibarətdir? Ved, rə, qazanca. Burada yoxdur. Amma baxın da, i, rə. Hecalara ayıranda da, i, rə. Hecanın biri yalnız i səsindən ibarətdir. A variantı. Hansı sözdə q hərfi digər sözlərdən fərqli tələffüz olunur? Otaq, maraq. C variantında isə nöqtə. Sual 8. Səhv yazılmış sözü göstərin. Mehmanxana, teatr. Bunlar düz yazılıb. Təvvarə yox, fəvvarə olmalıdır. B variantı. Hansı cümlə sual cümləsidir? Mənim adım Zəhradır. Bakı gözəl şəhərdir. Bunlar nəqli cümlədir. Sonuna nöqtə qoyulmalıdır. Sənin neçə yaşın var? Sual cümləsidir. C variantı. Cümlədə nöqtələrin yerinə hansı söz uyğun gəlmir? Mən 3 nöqtə oxudum. Mən kitab oxudum. Mən qəzet oxudum. Uyğundur. Mən qazan oxudum olmur ki? C variantı. Sual 11. Hansı variantda yalnız qalın saitlər verilmişdir? Qalın saitlər hansılardır? A, I, O, U. I, O, U. C variantı. Sual 12. Verilmiş variantların hansında ahəng qanunu gözlənilmişdir? Məsələn, A-da Azərbaycan. Həm qalın var, həm incə var. Çıxdı. B-də işıq. Həm qalın var, həm incə var. C-də gülçü, odun. Odunda yalnız qalındır, gülçüdə yalnız incədir. Ahəng qanunu gözlənib. C variantı. Sual 13. Tərkibində yalnız incə saitlər işlənmiş sözü tapın. Qalınlar A, I, O, U-dur. Yerdə qalanlar incədir. Baxın, babada A var. Sonra Hacı Qabulda da A, I var. Burada qalınlar var. Amma incəsəndə yalnız incə saitlər işlənib. A variantı. Sual 14. Hansı variantda kar cingitli samit qoşalığı yanlış verilmişdir? T-dır, P-bıdır. C, Ş, J olmalıdır. B variantı. Sual 15. Şirvan sözündəki saitlərlə bağlı hansı fikir doğrudur? 2 qalın sait var. Burada yalnız A qalındır. Birinci bir qalın sait işlənmişdir. İ incə, A qalın. Cavab elə B-dir. Sözdə dodaqlanan sait səsli işlənmişdir. Xeyir yoxdur. Cavab B variantı. 16. Düzgün yazılmış sözü tapın. Kitab, otaq olmalıdır. Təşkilat isə düzgün yazılıb. C variantı. Sözlərin düzgün yazılışını bilmək üçün hansı lüğətdən istifadə edirik? Alfiyə piyad sözlərin düzgün tələffüzüdür. İzahlı lüğət sözün mənasıdır. Orfoqrafiya isə sözün düzgün yazılışıdır. B variantı. Sual 18. Sözlərdən birində nöqtələrin yerinə A yazılmalıdır. Sanki. Model, proqram, sanki A variantı. Sual 19. A saitinin tələffüzü ilə bağlı deyilənlərdən biri səhvdir. Ağız geniş açılır A. Səs ağız boşluğundan sərbəst çıxır A. Düzdür. Dil dişlərə toxunur A deyəndə dil dişə toxunmur axı. B variantıdır. Hansı cümlədə qulaq asmaq ifadəsi dinləmək deyil, əməl etmək mənasında işlənib? Atam xalq mahnılarına qulaq asmağı çox sevir və yaxud da deyirəm ki, atam xalq mahnılarını dinləməyi çox sevir. Biz diqqətlə müəllimə qulaq asırdıq və yaxud da biz diqqətlə müəllimi dinləyirdik. Bunlar da dinləmək mənasındadır. Bu uşaq heç sözə qulaq asmır. Bu uşaq heç sözə əməl etmir. Burada qulaq asmaq əməl etmək mənasında işlənib. C variantı.
Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Cavabı düzgün yazılmış variantı tapın. 6 vur 3 36. 36 üzərinə gəlsin 6. Demək, daha doğrusu 6 vur 6 36'dır. Üzülürsən 6 vur 3 18'dir. 6'nı 3'e vuranda 18 edir. 18'in üzerine 6 gələndə 25 etmir, 24 edir. Burada səhv edilib. 5 vur 4 20 edir. 20'nin üzerine 10 gələndə 40 etmir, 30 edir. Burada da səhv edilib. Amma 20'nin üzerine 43 gələndə 63 edir. B variantıdır. Yanlış fikri tapan vuruqların yerini dəyişdikdə hasil dəyişmir, düzdür. Sıfırdan fərqli istənilən ədədi özünə böldükdə qismət 1 olur, düzdür. Məsələn 2 bölü 2 1, 5 bölü 5 1, 10 bölü 11, 11 bölü 11 1, düzdür. İstənilən ədədi sıfıra vurduqda hasil ədədin özünə bərabər olur. Xeyr, istənilən ədədi sıfıra vurduqda hasili sıfıra bərabər olur. 5 vur 0 0, 15 vur 0 0. Cavab C variantıdır. 27 kitab rəflərə 6-6 yığıldı. Neçə rəf tam doldu? Neçə kitab artıq qaldı? Məsələsinin həlli hansı variantda düzgün verilmişdir? Tam doldu, artıq qaldı deyirsə, demək burada nə var? Qalıqlı bölmə var. 27 6-6 yığılıb. 27 kitab rəfləri 6-6 yığılıb. 27 6-ya tam bölünmür, düzdürmü? Amma məsələn 26'da tam bölünmür, 25'de tam bölünmür, 24 tam bölünür. Aha, 27'ni 6'ya bölündə 4, qalıqda 3. Cavab A variantıdır. Demək 27 kitab rəfləri 6-6 yığıldı. Neçə rəf tam doldu? 4 dənə rəf tam doldu. 4 dənə rəfə 6-6 yığanda oldu nə qədər? 24. Neçə kitab artıq qaldı? 3 də artıq qaldı. 4 rəf tam doldu. 4 dənə rəfə 6-6 yığanda elədi 24. 3 də artıq qaldı. 27 böl 6 4 qalıq 3. Yəni 6-nı 4-ə vuranda 24 edir. 24-ün üzərinə 3 gəndə 27 etmiş olur A variantı. Hansı 3 ədədi vurduqda və topladıqda nəticə eyni olur? 0 üzərinə gəlsin 1, üzərinə gəlsin 2. Toplayanda 3 eləyir, amma vuranda 0 eləyir bir-birinə vuranda. 4-ün üstünə 5 gələndə 9, 9'un üzerine 1 gəlində 10 edir. Toplayanda 10 elədi. Amma vuranda 20 eləyəcək. 4 vur 5 vur 1 20 eləyəcək. 1'in üzerine gələndə 2, 3. 3'ün üzerine 3 gəlində eləyəcək 6. Toplayanda 6 elədi. Vuranda da 1 vur 2, 2. 2 vur 3, 6. Toplayanda da vuranda da 6 eləyir. B variantı. 24 üzerine gəlsin. 3 nöqtə bərabərdir 30 misalda. Nöqtənin yerinə hansı rəqəm yazılmalıdır? Yəni 24'ün üzerine neçə gələndə 30 eləyir. Necə tapırıq? 30'dan 24'ü çıxırıq 6. 24'ün üzerine 6 gələndə 30 etmiş olur A variantı. Hansı bərabərlik istənilən ədədi 1'ə vurduqda hasil həmin ədədə bərabər olur xassəsinə uyğundur. Məsələn, B-də bölmədir 6 bölü 6 1. C-də toplamadır 6 üzərinə gəlsin 6 12. Amma bizə vurma deyir deyə cavab A variantıdır. İstənilən ədədi 1'ə vurduqda, yəni 6'nı 1'ə vurduqda hasil həmin ədədə bərabər olur. Yəni 6'ya bərabər olur. 6 vur 1 bərabərdir 6. B var, daha doğrusu A variantı. Sonra sual 7. 286 ədədinin onluqlara qədər yuvarlaqlaşdırdıqda neçə alınır? 6 təklik, 8 onluq, 2 yüzlükdür. Onluğa qədər yuvarlaqlaşdıranda 8'in üzərində dayanırıq. 8'dən sonra 6 gəlib deyə 8 avtomatik olaraq 1 vahid artmalıdır. Olmalıdır 9. 6 da olacaq nə? 0. 290 A variantı. Məntiqi ardıcılığı davam etdirin. 10, 12, 14, 16 nə edir? 2, 2 artır. 16'dan sonra 2, 2 artanda neçə gəlir? 18 gəlir. 10, 12, 14, 16, 18 B variantı. 600, 135, 246, 987, 366, 555, 774 ədədlərindən ən kiçiyi hansıdır? 774, 246, 135. Təbii ki, ən kiçiyi 135'dir. C variantı. Sahil ağacından 9 alma dərdi. Bu Kənanın dərdiyi almalardan 4 dəfə azdır. Onlar birlikdə neçə alma dərdilər? 4 dəfə azdır deyir. Demək 9'u vuracam 4'ə 45. Sahil ağacdan 9 alma dərdi. Sahil ağacından 9 alma dərdi. Bu Kənanın dərdi almalardan 4 dəfə azdır. Demək, nə edirik? 4 dəfə azdır deyirsə, vuracaq. Amma 9'u 4'ə vuranda 45 etmir. 9'u 4'ə vuranda 36 edir. 9 4'ə vuranda 36 eləyir. Birlikdə neçə alma dərdilər deyir. Sonra da 36'nın üzərinə gələcək neçəni 9'u eləyəcək 45. Demək, sahil ağacdan 9 alma dərdi. Kənan neçəsini dərir? Deyir, bu Kənanın dərdiyi almalardan 4 dəfə azdır. Yəni 9'u vurdum 4'ə 36. Sahil 9'un dərdi. Kənan 36'sını dərdi. 9 4'ə vurdum 36. Sahil 9'un dərdi, Kənan 36'sını dərdi. 9 vurdu 36. Birlikdə neçə alma dərdilər? 36 ilə 9 toplayacağım. 45 alma dərmiş olurlar. A variantıdır.
Sonra sual 11. Misalın düzgün cavabı hansı variantda verilmişdir? 98 çıx 56, 8-dən 6 çıxanda 2, 9-dan da 5 çıxanda 4. 42 A variantı. Təklik mərtəbəsində 5 olan ədəd hansıdır? 54-də 4 təklik 5 onluq, 50-də 0 təklik 5 onluq, 65-də 5 təklik 6 onluq. C variantıdır. 4 onluq 5 təklik üzərinə gəlsin, 3 onluq 2 təklik bərabərdir sual. Misalı həll edin. Yəni 45 ilə 32-ni toplayıram. 5-in üzərinə 2 gəndə 7, 4-ün üzərinə 3 gəndə 7 B variantı. 57 çıx 30 bərabərdir sual. Alınan fərqin onluqlar mərtəbəsini bir vahid azaltsaq hansı ədəd alınır? 57-dən 30 çıxaq. 7-dən 0 çıxanda 7, 5-dən 3 çıxanda 2. 57-dən 30 çıxanda eləcə 27. İndi deyir alınan fərqin, yəni 27-nin onluqlar mərtəbəsini bir vahid azaldaq. 27-də 7 təklikdə 2 onluqdur. İndi deyir 2-ni bir vahid azalt. Yəni 2-dən 1 çıx, eləcək 1, 17. 27-nin onluqlar mərtəbəsini bir vahid azaltsaq hansı ədəd alınır? 27-nin onluqlar mərtəbəsini bir vahid azaltsam, yəni 2-dən 1 çıxacaq 1. Cavab 17 etmiş olacaq. C variantı. Zəhra mağazadan 2 ədəd şalvar aldı. Bir şalvarın qiyməti 10 manat idi. Zəhra kassaya 50 manat ödədi. Kassa ona nə qədər pul qaytarmalıdır? Zəhra mağazadan 2 ədəd şalvar aldı. Bir şalvarın qiyməti 10 manat idi. Zəhra kassaya 50 manat verdi. Bir şalvarın qiyməti 10 manatsa 2 şalvara nə qədər pul verdi? 20 manat pul verməlidir. 2 şalvara 20 manat pul verməlidir. Amma kassa verir 50 manat. Kassa 20 manatı götürür. Nə qədər pul qaytarır? 30 manat pul qaytarmış olur. A variantı. Məhəmmədin 80 manat pulu vardı. O 55 manata çanta aldı. Qalan pulu isə palto aldı. Paltonun qiyməti neçə manatdır? Məhəmmədin 80 manat pulu vardı. 55 manata çanta aldı. Nə qədər pulu qaldı? 10-dan 5 çıxanda 5, 7-dən 5 çıxanda 2, 25 manat pulu qaldı. 80-dən çıxdım 55 elədi nə qədər? 25. Məhəmmədin 80 manat pulu vardı, 55 manata çanta aldı. Qalan pula, yəni 25 manata palto oldu. Paltonun qiyməti neçə manat oldu? 25 manat olmuş oldu A variantı. 36 üzərinə gəlsin, boşluq bərabərdir 78. Boş xanda hansı ədəd olmalıdır? Yəni 36-ın üzərinə gəldi 78 edir. Necə tapırıq? 78-dən 36-nı çıxırıq. 8-dən 6 çıxanda 2, 7-dən 3 çıxanda 4, 42. Yəni həqiqətən də 36-ın üzərinə 42 gələndə 78 etmiş olur. Tapmaq üçün nə etdim? 78-dən 36-nı çıxdım, 42 B variantı. Hansı fikir səhvdir? 5-in 2 qatı 10-dur. 5 vur 2, 10. 10-un 2 qatı 20-dir. 10 vur 2, 20. Bunlar düzdür. 6-nın 2 qatı 16-dır. Xeyr. 6 vur 2, 12. C variantı. Sual 19. Yəni C variantı səhv olmuş oldu. Səhv fikir soruşuldu. Hə. Sual 19. Seray bağçadan 15 ədəd nərgiz gülü, 13 ədəd yasəmən, 10 ədəd qızıl gül dərdi. O bağçadan cəmi neçə çiçək dərdi? 15 nərgiz, 13 yasəmən, 10 qızıl gül toplayıram. Demək, 15-in üzərinə 13 gəlirəm, eləcə 28. 28-in üzərinə 10 gəlirəm, 38. Bağçadan cəmi 38 gül dərmiş oldu. A variantı. Sual 20. Nizami 90 metr yolun 30 metrini piyada, 30 metrini velosipedlə, qalan isə atla getdi. 10 metr yolu atla getdi. Demək, Nizami 90 metr yolun 30 metrini piyada getdi, 30 metrini velosipedlə getdi. Cəmi 60 metr getdi. 90-dan 60-ın getdi. Nə qədər qaldı? 30 qaldı. Qalanını atla getdi. O neçə metr yolu atla getdi? Yəni qalan 30 metr yolu atla getdi. 90-da 30-un piyada gedir, 30-un velosipedlə gedir 60. Qalan 30-un da atla gedir 30 üstünə 30-da toplayan nə qədər eləyəcək? 90 etmiş olacaq. Neçə metr yolu atla getdi? 30 metr yolu atla getmiş oldu. Yəni 30 üzərinə gəlsin 30, 60, 90-dan 60-a çıxanda 30 B variantı. Cavab B. Və bununla da sualların izahı yekunlaşdı.